Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahillezî ceale kemâle dînihi ve temâme nimetihi. Bi vilayeti emiril müminin Ali ibn Abi Talib aleyhisselam. Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamlanmasını Əmir el-Möminin Ali ibn Abi Talibin vilayətində qərar vermişdi. Salamlayıram sizin hər birinizi, dəyərli izləyicilər. Bugün Zilhiccə ayının 17-ci günündə Hicri qəməri tarixi ilə sizin qarşınızda və xidmətinizdəyəm. Və bugün tarixdə Qədir-Xum bayramının axşamıdır. Qədir-Xum bayramı ki, vilayət bayramı adıyla məşhurdur və İslam dünyasında çox önəmli bir gündür. Hətta Peyğəmbərin təbliğinin öz yerini tapması, alması üçün xüsusi bir gündür. Necə ki, sonuncu ayə nazil olur Peyğəmbərə son vida həccində və Allah təbarək və Teala buyurur ki, əgər bu hökmü çatdırmasan, bu sözü çatdırmasan, sənin bütün etdiklərin, bütün təbliğlərin sanki heçə getmiş olur. Yəni Əli əleyhissalamın vilayətindən gedir söhbət. İnşallah ki, sabahki gündə tarixi faktlara, bəzi nöqtələrə toxunacaq, amma bugün bayramdan bir öncəki gün olduğu üçün əvvəla sizi qarşıda gələn bu böyük və möhtəşəm bayram münasibəti ilə təbrik edirəm və Allaha həmd və səna edirəm ki, həm sizi, həm bizi Əli əleyhissalamın vilayətində qərar verib, onun haqqını eşidənlərdən, bilənlərdən və tanıyanlardan olaq inşallah. Və istəyirəm ki, məhz bu gözəl günü sizə başqa bir nöqteyi nəzərdən çatdırım. Hansı nöqteyi nəzərdən? Əlbəttə bu nöqtəni də qeyd edim ki, indi istər Əhl-i Sünnə mənbəsində, istər Şiə məzhəbində tarixə, hədislərə nəzər yetirdikdə görəcək ki, Qədir-Xum hadisəsi bəli, özünü biruzə verir və göstərir, var və sənədli şəkildə hər iki tərəfdən də bu barədə qeyd olunubdur. Lakin bu günü demək olar ki, indiki gündə ki, məhz internet var və elm inkişaf edir, daha eşitməyən, bilməyən bəlkə də yoxdur. Amma bugünün fəziləti, bugündə görüləsi işlər nöqteyi nəzərindən yanaşdığımızda bəlkə də bəzi insanlar elə düşünür ki, bu adi və sadə bir bayramdır. Halbuki bu bayramı tanımaq üçün ilk öncə biz Əhl-i Beytin buyurduqlarından məhz bugünün əməllərinə diqqət etirsək, o zaman bizə hər şey daha aydın olar. Baxın, bugünün ictimai əməlləri var və ibadi əməlləri var. İctimai əməllərə çox önəm verilir ki, bunların hamısı Əhl-i Beytin, imamların öz dilindəndir və bəzilərini də məhz Əhl-i Beyt Peyğəmbərin özündən nəql edir və Peyğəmbərin özündən bizə çatdırıblar. Mən deyərdim ki, bayramların sırasında çox gözəl adət-ənənələri olan bir bayramdır və artıq sözü uzatmadan bu günün əməllərinə, yəni Qədir-Xum gününün əməllərinə keçmək istəyirəm ki, ən birinci əməl budur ki, bizim İmam Rızadan və İmam Sadiqdən hədislərimizdə görürük ki, qeyd olunur ki, yeni libas geyinmək və bəzənmək lazımdır həmin gün. Yəni, xoş, gözəl, görkəmli libasları çıxartmaq lazımdır və geyinib, bəzənmək lazımdır həmən gündə. Və İmam Sadiq əleyhissalam buyurur ki, yaxşıdır ki, mömin Qədir-Xum günündə ən yaxşı və ən təmiz, ya səliqəli paltarlarını geyinsin. Yəni, gözəl paltarlarını geyinib bu bayramı bu cür, bu şəkildə çatdırsın. Və hətta mən deyərdim ki, o qədər hədislərdə təkid olunur ki, bu işə, İnsan hədisləri oxuduğu zaman belə düşünür ki, bu bayram üçün bir il öncədən tədbir görmək lazımdır. Hətta geyim cəhətdən, əgər yeni bir libasımız, geyimimiz yoxdursa, bunu öncədən düşünmək lazımdır. İkinci nöqtə ictimai əməllər sırasında məhz budur ki, şadlıq etmək və qəm-qüssədən uzaq olmaq. Bu gündə xüsusi şadlıq etmək və qəm-qüssədən uzaq olmaq. Əlbəttə, şadlıq dedikdə bəzi insanların nəzərinə bir çox şadlıq yöntəmləri, yolları gəlir ki, bunlar qeyd edim ki, bir çoxu bizim dinimizlə uyğunluq təşkil etmir. möminlərin, müsəlmanların şadlıqları da şəriət və din çərçivəsində olmalıdır və şadlığı indi digər əməlləri qeyd etdiyim zaman daha aydın bilinəcək. Şadlıq etmək və qəm-qüssədən uzaq olmaq dedikdə İmam Rızadan bir hədisi qeyd edim ki, İmam Rıza əleyhissalam buyurur ki,
Qədir Xum günü qəmlərdən uzaq qalmaq günüdür. Yəni, hər nə qədər qəmin, qüssən olsa da, özünü Əli əleyhissalamın vilayətində bilən və hiss edən hər bir kəs bu günü sözsüz ki, qəm-qüssədən uzaq keçirtməlidir, şadlıq edərək keçirtməlidir. Və İmam Əli əleyhissalam özü tarixdə qeyd olunur ki, cümə xütbələrində, hansı ki o cümə xütbəsi məhz təsadüf edirdi Qədir Xum gününün il dönümünə. İmam Əli əleyhissalam o cəmdə səhabələrə belə buyurur: öz aranızda şadlıq edin və sevincinizi görüşlərinizlə bildirin, hiss etdirin bir-birinizə. Yəni, o günün əzəmətinə, o günün bayram olmasına işarə edərək vurğulayır ki, öz aranızda şadlıqlar təşkil edin Qədir Xum günündə. Digər nöqtə, yəni digər əməl, digərlərinin istəklərini həyata keçirtmək məsələsidir ki, bugünkü gündə mən deyərdim ki, insanlığın yavaş-yavaş ölümə doğru getdiyi günlərdə məhz bu əməl Qədir Xum bayramında çox önəmli əməllərdən biridir. Yəni, başqa insanların qəlbini şad eləmək, hacətlərini, istəklərini və arzularını yerinə yetirmək haqqında İmam Rıza əleyhissalamdan buyurulub. İmam Rıza əleyhissalam buyurur ki, Qədir Xum günü möminlərin rahatlıq günüdür. Yəni, möminlər asayişdə olar. Rahatlıq bu mənada ki, yəni həmən günü insanlar o qədər bir-birinə xidmət göstərər, bir-birlərinin arzularını yerinə yetirər ki, möminlər yəni rahatlıq içində olarlar həmən günü. Və bu çox önəmlidir. Ümumiyyətlə, İslam yaxşılığa dəvət edir və digər insanlara yaxşılıq etməyə, onların qəlbini şad etməyə dəvət edir. O ki, qaldı Qədir Xum hadisəsi kimi bir gündə ki, böyük və möhtəşəm bir bayramdır və bu bayramın haqqında mən inşallah ki, gələn proqramda da qeyd edəcəm. O gündə xüsusi, yəni savabı var və çox savabı var. Dördüncü nöqtə isə günahkarları bağışlamaq məsələsidir. Yəni, günahkarlar dedikdə bu mənada ki, yəni hansı ki bizim kimdənsə qəlbimiz inci idisə, mömin şəxsdir, amma xətaları var, yəni onun hər hansı bir şeylərinə xoşumuz gəlmirsə, İmam Rıza əleyhissalam buyurur ki, Qədir Xum günü İmam Əlinin tərəfdarlarından olan günahkarların günahına göz yummaq günüdür və güzəşt etmək günüdür. Bu, o şəxslərə aiddir ki, onlar nifaq əhli deyillər və yaxud kafir deyillər. Bu, məhz Əli əleyhissalamın tərəfdarlarından, öz aramızda olan, qəlbi Əli eşqi ilə dolu olan şəxslərə aiddir ki, hansı ki onlardan xəta görmüşük və yaxud hər hansı bir sözü qəlbimizə dəyib, hər hansı bir rəftarı qəlbimizə dəyib, qeyd olunur ki, onların xətalarından keçmək günüdür. Necə ki biz, yəni bir misal göstərmək istəyirəm ki, Novruz bayramını həmişə belə tanımışıq ki, küsüllərin barışdığı gündür. Eləcə də Qədir Xum da məhz İmam Rıza əleyhissalamın sifarişi ilə və digər imamlarımızın sifarişi ilə günahı olan insanların günahından keçmək, güzəşt etmək günüdür ki, bu özü də Allahın yəni razılığına səbəb olan bir əməldir. Və 5-ci nöqtə iş-güc ardıcı getmək, yəni çalışqanlıq günüdür. Nəinki insan tənbəllik etsin, heç bir işlə məşğul olmasın. İmam Rıza əleyhissalam hətta buyurur ki, Qədir Xum günü ticarət etmək günüdür. Yəni, ticarət üçün çox gözəl bir gündür. İnsanların xidmətində olmaq. Bilirik ki, bu gün həm də hədiyyə alıb vermək məsələsi var və yaxşı olar ki, bu gündə insanlara xidmət daha çox olsun, insanlar daha rahat şəkildə ictimai xidmətlərdən istifadə etsin deyə. İmam Rıza əleyhissalam deyir ki, Qədir Xum günü ticarət üçün uyğun gündür, yəni yaxşı bir gündür. Yəni, hətta İslamda daha çox matəmlərdə tətil və işləri tətil etmək sifariş olunubdur. Amma bayram günlərində daha aktiv olmaq, daha fəal olmaq sifariş olunubdur. Və bu bayram da həmçinin. 6-cı nöqtə qeyd olunur ki, mehribanlıq və yaxşılıq günüdür. Yəni, insanlara məhəbbət etmək, mehribançılıq etmək və yaxşılıq etmək günüdür ki, İmam Əli əleyhissalam həmin o məşhur Qədir Xum günündəki cümə söhbətində belə buyurur. Qədir Xum günü yaxşılıq etmək insanın malının artmasına və ömrünün uzanmasına səbəb olur.
Yəni əgər hər kim ruzisindən sıxıntısı varsa və yaxud öz həyatı, salamatçılığı üçün nigaran və narahatdırsa, məhz bu gündə bir qədəm açsın, ya Əli deyib bir qədəm açsın və Qədrxum günündə insanlara xidmət etsin, yaxşılıq etsin, hər nə cür bacarırsa yaxşılıq etsin və bu səbəb olur ki, insanın malı artır, ruzisi artır və ömrünün bərəkətli və uzun olmasına səbəb olur. 7-ci nöqtə günahdan uzaq qalmaq günü. Yəni bugün insan Əli əleyhissalamın vilayətindədirsə, sözsüz ki, Əli əleyhissalamın yolun gedənlərdən olmalıdır. Tövbə etmək lazımdır və günahlardan Allaha doğru, Əli əleyhissalama doğru üst tutub pənah aparmaq lazımdır ki, insan günah işlərdən pəhriz etsin və təqvaların sırasına daxil olsun. Nəinki bayramdır deyib 100 cür, yəni məqbul olmayan əməllər edək ki, biz şadlıq edəcəyik. Yox, bu cür yox. Ümumiyyətlə bayram anlayışı barəsində sizə inşallah ki, bayram günündə də qeyd edəcəm. Günahdan uzaq qalmaq məsələsi çox önəmli bir məsələdir ki, məhz günahdan uzaq qalmaq bizi Allaha və Əhl-i-Beytə yaxınlaşdırır deyə bugün üçün sifariş olunubdur. Və 8-ci nöqtə ictimai nöqtələrdən, əməllərdən, bugün əməllərindən iftar verməkdir. Bilirik ki, bugün də, yəni məhz Qədrxum günündə, yəni Zilhiccə ayının 18-ci günündə, belə deyək ki, sabahki gündə məhz oruç tutmağın böyük bir savabı var. İbadi əməllərdə biz bunu qeyd edəcəyik. İftar vermək çox, yəni təkid olunur bu gündə, çox savabı var və hətta Peyğəmbərdən də soruşurlar bu barədə, imamlardan da soruşurlar. Onlar da cavabında deyir ki, bu gündə bir nəfər mömin şəxsə iftar vermək sanki dəstə-dəstə insanlara iftar vermək kimidir və əlləri ilə göstərirlər ki, 10 dəstə-dəstə insanlara iftar vermək kimidir. Sual edirlər ki, dəstə-dəstə, yəni hansı dəstələrdən gedir söhbət? Onda imamlar buyurur ki, Peyğəmbər və Siddiq və Şəhid olan şəxslər, hansı ki 100 min sayı 100 minə çatar. Yəni 100 min Peyğəmbər, Siddiq və Şəhid. Bilirik ki, Peyğəmbərlər məsum şəxslərdir, Allaha yaxın şəxslərdir. Siddiqlər, yəni həmin Peyğəmbərlərin, imamların yolun gedən şəxslərdir ki, düzgün insanlardır və şəhidlər də ki, hamımız şəhidlər barəsində yəni bilirik və şəhidlər o kəslərdir ki, Allahın yolunda öz canlarını fəda eləyənlər və qeyd olunur ki, bir şəxsə iftar vermək sanki 100 min bu cür qrup insanlara iftar vermək kimidir. O savabı malikdir. Bəs deməli bu gündə çox zirəng olmaq lazımdır. Yəni çox istifadə etmək lazımdır bu günün savablarından və 9-cu məsələ yemək ehsan etməkdir. Bu gündə təam vermək, yəni möminlərə, müsəlmanlara təam vermək. Hətta mən deyərdim ki, qeyri-müsəlmanlar da əgər İslamla düşmənçilik etmirlərsə, Əhl-i-Beyt düşmənləri deyirlərsə, onlara da yəni xidmət göstərmək özü bais ola bilər ki, onların bu günə rəğbəti olsun. Və yemək ehsan etməyin böyük savabı var ki, hədislərdə bu barədə çox gəlib, siz də eşitmiş olarsınız. Məxsusən də ehtiyaclı şəxslərə yemək ehsan etmək, onların xərcini ödəmək çox önəmlidir. Və 10-cu nöqtə isə möminləri ziyarət və görüşlərinə getmək. Möminlərin ziyarətinə getmək və görüşlərinə getmək. Sanki biz qədim zamanlarda necə adət etmişdiksə, Novruz bayramında ziyarətlərə gedirdik, bir-birimizin görüşünə gedirdik. İndi bu bayramın da əməlləri sırasında məhz möminlərin ziyarəti var. Yəni möminləri ziyarət edib onların görüşünə getməyin böyük savabı var. İmam Rıza əleyhissalamdan yenə gözəl bir hədisdə qeyd olunur ki, hər kim möminin ziyarətə gedərsə bu gündə, hər kim mömini ziyarətə gedərsə, Allah qəbr evinə, onun dünyadan köçəndən sonra qəbr evinə 70 nur daxil edər. Qəbrini yaxşı yerdə qərar verər və 70 min mələk qəbrin ziyarət edər. Hər gün onu ziyarət edərlər bu mələklər və behişt müjdəsini mələklər ona verərlər. Yəni baxın görün ki, bu necə bir möhtəşəm və böyük savaba malik olan gündür ki, bu gün barəsində İmam Rıza əleyhissalam bunu buyurub. Yəni sadəcə bir mömin şəxsi, bir müsəlman şəxsin ziyarətinə getmək, onu təbrik etmək, qəlbini şad etmək Allahın rızası üçün, Allah üçün bu qədər önəmlidir. Bəs deməli, o ki hədislərdə gəlib ki, mömin zirəng olar, məhz zirəngliyi
bu gün də göstərməyin mövqeyyəti və zamanı zirənglik məhz bu cəhətdəndir. Nəinki bəzi insanlar məsələn hiylə işlədirlər və yaxud kiminsə qarşısını alırlar, yolunu bağlayırlar, elə hesab edirlər ki, zirəngdirlər. Bu zirənglik deyil, bu hiyləgərlikdir. Amma zirəng insanlar o kəslərdir ki, onlar mövqeyiyyətdən, fürsətlərdən, zamanlardan və məkanlardan ən yaxşı şəkildə istifadə edirlər və Allah bəyənən işləri görürlər. Və xüsusi təbrik demək qaydası var ki, mən istəyirəm ki, bu xüsusi təbrik demək qaydasını məhz sabahki günə, bayram gününə saxlayaq inşallah. Elə bu qaydanı sizlərə təqdim edək ki, siz də öz ətrafınızda olan mömin insanları bu şəkildə təbrik edəsiniz inşallah. Bir daha sizi təbrik edirəm. Yenə görüşmək ümidi ilə sağ olun, salamat qalın.